Zəbur 38-ci məzmur. Davudun yada salma məzmuru. Ya Rəbb, qəzəblənib məni töhmətləndirmə. Hiddətlənib məni tənbih eləmə. Artıq sənin oxların mənə saplanıb, əllərin üstümə ağırlıq salıb, bədənimdə qəzəbindən sağ yer qalmadı. Günahıma görə sümüklərim də xəstəlik tapdı. Çünki təqsirlərim başımdan aşır, ağır yük tək onlara gücüm çatmır. Ağılsızlığımın üzündən yaralarım iyrənc və irinlidir. Mənim qəddim əyilib, 2 qat bükülmüşəm. Gün boyu yaslı gəzirəm, çünki belim qızdırmadan yandı. Bədənimdə sağ yer qalmadı, taqətim kəsildi, çox əzilmişəm. Ürəyimdəki istiraba görə ahzar eləyirəm. Ey Xudavənd, mənim arzu diləyim hüzurundadır. Mənim iniltilərim səndən gizli qalmır. Ürəyim çırpınır, gücüm tükəndi, gözlərimin nuru da söndü. Azarımı görüb məndən dost yoldaşım uzaqlaşdı. Qohumlarım məndən uzaqda qaldı. Canımın qəssinə duranlar mənə tələ qurur. Bədxahlarım ölümümdən danışır. Gün boyu mənim üçün hilə qururlar. Mən bir kar kimi eşitmirəm. Dilsiz ağızsız bir lal kimiyəm. Dilsiz, cavabsız bir lal kar kimiyəm. Ya Rəbb, ümidim sənə qalıb. Ey Xudavənd Allahım, səndən cavab gözləyirəm. Dedim ki, qoy halıma sevinməsinlər. Ayağım büdrüyəndə qarşımda öyünməsinlər. Mən yıxılmaq üzrəyəm. Daib əzabla üz-üzəyəm. Təqsirlərimi etiraf edirəm. Günahlarım üçün nigarançılıq çəkirəm. Düşmənlərim qüvvətlidir. Hələ sağdır. Nahaq yerə mənə nifrət eləyənlər çoxdur. Yaxşılığa yamanlıq eləyənlər, yaxşılığa meyil elədiyimə görə əleyhimə durublar. Ya Rəbb, məni tərk eləmə. Ey Allahım, məndən uzaq dayanma. Ey Xudavənd, tez imdadıma çat. Mənim xilaskarım sənsən.